Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Veteranlar Liqasından hər birinizi xoş gördük. Günün həftənin yekun qarşı durmasında Razin və Bakı Şahinləri komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollaq, ədalətli, gözəl bir maç diləyir iki komandaya da. Sizləri komandanın heyətləri ilə tanış edim. İlk öncə Razin komandasının heyətləri belədir. Qapıda Elnur Novruzov, ikinci qapıcı Kəman Əskərov, 14 Seymur Məmmədov, 80 Qəmbər Qəmbərov, 7 Əli Nəcəfov, 38 Zabil Aslanov, 30 Fuad Hüseynov və 12 Elşən Muradov. Bakı Şahinləri komandasının heyətləri belədir. 8 Zahir Orduxanov, 10 Təhmiraz Hüseynov, 17 Habil Əhmədov. Qalkiperləri Azər Eminov, Nəriman Məmmədov, Sadiq Həbibzadə, Anar Bayramzadə, Həmid Abdullazadə və Böyükağa Abdullayev. Hər iki komandaya da yenidən uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. Out. Bakı Şahinləri indi altdan top oyuna daxil etdi. Top qalkiperdə qaldı. Elnurdan uzun ötürmə. Habilin ötürməsi keçmədi. Uzun ötürmə gəldi bu epizodda Zahir Orduxanovdan. Amma bu ötürməyə də dəqiq alınmadı. Out Razi komandası outdan top oyuna daxil etdi. Bu ötürmə kesmədi. Top komandasına qazandırdı Nəriman. Qapı qarşısına ötürmə kesmir. Out. Out yeni yetirildi. Amma top tikisi gəldi. İndi out'u Razin komandası yerinə yetirəcək. Uzun ötürmə gəldi sağ ağzına. Topu səliqəsiz rağm edildi. Top yenidən Bakı Şahinləri komandasındadır. Nəriman yerdə qaldı və Nərimana qarşı qayda pozulub. Fuad Hüseynov qaydanı pozdu burada Nərimana qarşı. Nəriman indi cərimə zərbəsindən top oyuna daxil edir Bakı Şahinləri komandası. Hakimin fikri səsləndi. Habil yaxınlaşı topa zərbəsi indirdi. Top müdafiəçilərdən qayıtdı. Zaur. İndi out. Out yeni yetirildi. Soldan ötürmə. Qapı doğru zərbə gəldi amma bu zərbə dəqiq alınmadı. Seymur idi zərbəni indirən. Qapıdan zərbə dərhal yeni yetirildi. Habil sağdan ötürmə etdi. Nəriman topladı. Tüməsi kesmədi, yenidən Nəriman. Çəkdi sağdan zərbəsi indirdi. Qalkiper dəf etdi bu zərbəni. Elnur. Qapı doğru zərbə gəlir Asfəqlə. Top çərçivədən yan keçdi. Qapıdan zərbə ilə top oyuna daxil edəcək. Böyükağa zərbəni indirmişdi. Amma zərbəsi çərçivəyə tuş gəlmir. Böyükağa topu yenə komandasına qazandırdı amma yenidən top tikisi gəldi. Out. Zaur. Out'u yeni yetirir uzun ötürmə. Böyükağa istiqamətinə zərbə indirmək mümkün olmadı. Müdafiəçilər imkan vermədi topda. Böyükağa da meydana tərk etdi. Qapıdan zərbə ilə Razi komandası top oyuna daxil etdi. Meydanın rəqib ayd olan hissəsindədirlər. Elşən. Elşən keçdi bir rəqibini. Seymur oynadı. Yenidən Elşən. Geriyə ötürmə. İndi Elşən yenidən topladı. Fuadla oynadı. Yenidən Elşən. Top ikisi gəldi. Böyükağa top komandasına qazandırır. Baxır qapı Böyükağa. Qapı qarşısı ötürmə düşündü. Müdafiəsi Zabil Aslanov imkan vermədi. Out.
Alt yeni yetirir. Qapı 9 zərbə gəlir. Qalkiper. Elnur topa sahib oldu. Komandasına qoldan xilas etdi. Razi komandası hücuma çıxmağa çalışır. Top Nərimandan meydana tərk etdi. Out. Alt yeni yetirildi. Sol fırına ötürmə. Sabi Elşən oynadı. Elşən. Fuadı görür. Fuad qapı qarşı ötürmə. Seymur istiqamətinə ama top Seymur'un biraz gerisine düştü. Altıda Razi komandasının da son toxunuş başı Şahinlər komandasının olub. Geriyə ötürmə gəldi. Ən geriyə qapısı Elnur'a qədər. Gəlib çatdı top. Elnur sağ cahda Fuadla oynadı. Nəriman Vaydi qarşısında və Nəriman qaydanı pozdu. Rəqibinə qarşı. Başı qapıya zərbə gəlir. Top qapı tirindən qaydıq. Seymur topladı indi sol cahda. Oyunun ilk tərk epizodu Razi komandasından gəldi. Böyük ağa ilerleyip bilmədi. Top yenidən Razi komandasındadır. Pedro zərbə düşündü ama Əliyənin zərbəsinə blok gəldi. Son toxunuş Əliyədən qapıdan zərbə ilə top oyuna daxil edildi. Habil. Habilin ötürməsi kesmədi. Seymur imkan vermədi. Out. Habil qapı qarşı ötürmə ama topa toxunmaq mümkün olmadı. Böyük ağa hesabı açmaq üçün yaxşı fürsət yaranmışdı. Bakı Şahinlər komandasına ama son toxunuş gəlmədi. Razi komandasının hücumunu izləyirik. Solcan ötürmə Seymur istiqamətinə biraz sürətli alındı bu ötürmə. Out. Bakı Şahinləri altı yeni yetirir. Uzun ötürmə qapı qarşısına. Nəriman topa toxundu. Top boşda qalmışdı. Zabit top uzaqlaşdırdı. Top meydana tərk etdi. Out. Altı yeni yetirildi. Nəriman döndü qapçısına. İndi Zaur topladı. Zaurdan Diagan ötürmə. Sol zınaha top ünvana çatmadı. Out. Elşən Zaur imkan vermədi Elşənin ilerləməsinə. Öz komanda ulaşdı. Toqquşdular bu epizodda. Seymur ötürməsini etdi. Elşən istiqamətinə ama Zaur imkan vermədi Elşənin ilerləməsinə. Habil topladı sol cinahda. Uzun ötürmə Habil. Sünətəyə qalınmadı. Odası müdafiəsinə imkan vermədi. Out. Elşən sol canı etməsi çalışır. Qalkiper və 50 oyun var idi bu epizodda, yoxsa yox. Hakim vara baxacaq böyük ehtimalla. Seymur sağ canı oynadı. Əlinin qapıya zərbəsinə blok gəldi. Vara baxılacaq. Yox, vara baxılmır. Korner yeni yetirildi. Hakim vara qəl olduğunu göstərir Razi komandasının oyuncularına. Out. Zaur topladı. Zaur. Sürməsi kesmədi. Seymur girdi araya. Əlidə qalır top indi. Əli. Nəriman topu komandasına qazandırır. Kəfənsə girməyə çalışdı. Zabil yenidən topu komandasına qazandırır. Sağ ötürmə Fuad. Top elədə Fuaddadır. Sol canı etdi Fuad. Zabil qapı 9 zərbə indirdi. Qalkiper qapısında diqqətlidir. Dəf etdi bu zərbəni. Elşən ilerləyib bilmədi. İmkan vermədi. Ona müdafiəçilər Habil. Qapı 9 zərbə indirdi. Son təmas Əlidəndir. Korner. Habil kornerini yetirir.
Qalçıpə topu uzaqlaşdırdı. Out. Fidoğlu zərbə gəldi. Blok gəldi bu zərbəyə. Fuadın bu zərbəsinə blok gəldi. Ötürmək keçmədi. Koner. Qəmbər Koner'in yetirdi. Fuad qapıya zərbə indirir top çərçivənin üzərindən. Meydan tərk etdi. Qapıdan zərbə ilə dərhal top oyuna daxil etdi. Bakı Şahinlər komandası. Hakim tamam deyir. Fuad topladı. Ara ötürməsi. Qəmbər istiqamətinə, amma topa çatmaq mümkün olmadı. Out. Bakı Şahinlər komandasınındır. Out yeni yetirildi. Əmid tərəfindən uzun ötürmə gəlir. Qapıcıdan Nəriman. Topu Rahmetdə, amma top Fuadda qaldı. Topu yenə qazandı. Bakı Şahinlər komandası. Nəriman qapıya zərbəsi. Qüvvətli zərbə. Çərçivədən yan keçdi. Time-out götürülür. Time-outdan sonra yenidən görüşmə ümidi ilə. Hələlik deyirəm. Time-outdan sonra yenidən oyun hərəkətlilik qazanır. Zabil. Solcan ötürmə. Seymur topladı indi. Seymur qarşısında Zaur var. Tək toxuşu ötürmələr. Divar paslaşması düşündülər. Koner. Bunu yetirdi. Şən zərbəsini indirdi. Qapı dirəyi. Qapı dirəyi qola mani olur. Artıq ikinci dəfədir. Direyə tuş gəlir. Razil komandası. Altı yeni yetirildi. Sadiq topladı. Sadiq. Tüməsini etdi solca Həmid. Fidoğlu zərbə gəldi. Son anda qalkiper. Dəf etdi bu zərbəni. Altı yeni yetiri vardı. Fuad qapısı oynadı. Solcan ötürmə Seymur. Qapı qarşı ötürmə düşündü. Seymur amma bu ötürmə keçmədi. Eşən zərbəsinə blok gəldi. Fuad döndü qapısına. Yılmazdan uzun ötürmə. Top meydanı tərk etdi. Out. Əmin topladı. Qəmbər təzə göstərdi. Topu onu zərbəsi indirdi. Son anda müdafiəçilər imkan vermədi. Hafiz solca ötürmə Sadiq istiqamətinə. Amma topu ram etmək mümkün olmadı. Miradi Kamal sözümüz Eşən zərbəsi indirir və gol! Hesab açılır. Eşən hesab açdı. Razi komandası bu golla hesabda irəlidədir. Mərkəzdən indi Bakı Sakin Şahinləri komandası topu oyuna daxil etdi. Habil Sadiq oynadı. Top yenidən Habilə qədər gəlib çatdı. Habil topladı yenidən. Ötürməsi keçmədi. Blok gəldi bu ötürməyə. Out. Bakı Şahinləri komandası outdan top oyuna daxil etdi. Uzun ötürmə gəlir. Topu yaxşı ram etdi Sadiq. Ötürməsi keçmədi. Qalkiper imkan vermədi. Korner. Korner yerini yetirildi. Qarşılanır. Həmin uzun məsafədən zərbəsini indirir top öz komanda yoldaşına. Tuş gəldi.
Eşən topladı. Oyundakı təşkil olun müəllifi. Eşən Sadiq var qarşısında. Eşən Zaur kəsdi onun qarşısına, out. Qəmbər out yeni yetirdi. Out yenidən Razin komandasının da Eşən topladı. Zərbə istədiyi kimi alınmadı. Korner. Korner yerini yetirildi. Seymur gəlişinə zərbə indirdi. Top istədiyi kimi ayağına oturmadı. Qapıdan zərbə ilə Elnur, yox, özür istəyirəm. Azər top oyuna daxil etdi. Bu ötürmə dəqiq alınmadı. Qapısı topu uzaqlaşdırmağı bacarır. Həmid çəkdi sağına Həmid. Qarşısı bağlıdır və top tikisi gəldi. Qəmbər aşırma zərbəsi düşündü. Top qapçı Azərdə qaldı. Nabil sol cana ötürməyə Sadiq topladı. İrəliməyə çalışır. Ayaq saxladı Sadiq. Akif avantaja bıraxdı bu epizodda. Faul təsbit etmişdi. Təmraz indi Zaur. Tək toxuş ötürmələr Habil. Sadiq oynayır. Sol cana ara ötürməsi. Təmraz. Piloğu zərbə indirir. Top az fərqlə çərçivədən yan keçdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Fuad topladı. Yerdə qaldı Fuad və ona qarşı qayda pozulub. Dəmə zərbəsi yenitir. Uzun ötürmə. Qəmbər başla zərbə indirdi, amma bu zərbə dəqiq alınmadı. Azər qapıdan zərbə ilə top oyuna daxil edəcək. Yox, cərimə zərbəsi təyin edib hakim. Cərimə zərbəsi yeni yetirdi Bakı Şahinləri komandası. Zaur topladı. Habil oynadı. Habil sol cana düşündü, ötürmək keçmədi. Uzun ötürmə, sağ caha Qalkiper sıxdı, topu uzaqlaşdırmağı bacardı. Sadiq geri oynadı. Bu ötürmə ünvansız alınır top. Meydana tərk etdi, qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Fuaddan uzun ötürmə. Out. Sadiq outdan top oyuna daxil etdi. Qalkiper. Qapıdan zərbə yox, out göstərir hakim. Out yönü yetirilməlidir. Fuad out yönü yetirir, uzun ötürmə. Qəmbər istiqamətinə, Qəmbər ayaq saxladı. Qəmbər zərbəsi indirdi Qəmbər, amma dəqiq alınmır. Qapıdan zərbə olacaq. Qəmbər bu ötürmənin qarşısını kəsdi, amma yenidən topu qazanır. Bakı Şahinləri komandası Sadiq topu komandasına qazandırmışdı. Azər Həmidlə oynadı. Həmid ayaq saxlayır. Sağca ötürməsi etdi Sadiq. Paralel ötürmədir solca. Abi top oyunu saxlayır. Piloğu zərbə indirdi. Şəndən blok gəldi bu zərbəyə, out. Həmid out'u yeni yetirdi. Sadiq. Təmraz yenidən Sadiq. Qapı qarşısına ötürmə Eşən. Müdafiədə diqqətlidir. Topu komandasına qazandırdı. Eşən uzaq məsafədən zərbəsini indirdi. O qədər də effektiv alınmadı bu zərbə.
Qapıdan zərbə ilə top oyuna daxil edilir. Azər. Habil oynadı. Əli var qarşısında. Əli zərbəsi indir və gol! Müdafiədə hücuma çıxanda kobud səhv gəldi. Baş Şahinlər komandasından Əli də bu səhvi bağışlamış. Topu tora qovuşdurdu. 2-0 oldu hesab. Mərkəzdən top oyuna daxil etdi Baş Şahinlər komandası hakimin fiti ilə. Habil topladı. Top oyunda saxlama mümkün olmadı. Out. Out yönetirildi. Seymur gəldi. İşinə zərbə indirməyi düşündü. Top ayağına oturmuş. Kapitan zərbə artıq yerini yetirilib. Anar Sadiq oynadı. Top Seymur'da meydana tərk etdi. Out. Səhvi yol verildi. Şənarə girməyə çalışdı. Top meydana qalmadı. Out. O Şahinlər komandası outdan top oyuna daxil etdi. Habil yanında. Həmid zərbəsi indirilir. Blok gəldi bu zərbəyə. Habildə qalır top yenidən. Habil. Sol canapali ötürməkdir Sadiqə. Sadiq. Həmid oynuyor. Həmid önünü alır. Zərbəsi indirir. Amma top çərçirənin üzərindən meydana tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Elnur indi uzun ötürməkdir. Müdafiəçilər qarşıladı. Sadiqdə qalır top. Sadiq. Geriyə ötürməkdir. Habil. Anar oynamışdı. Yenidən Habil. Ötürməsi keçmədi. Out. Bu zərbə müdafiəçilər Habildə qaldı top. Əpidoğu zərbə və yenə də müdafiədə çıxanda kobud səhv gəldi. Baş Şahinlər komandasından Əli fərqləndi. Əli bu səhvi də bağışlamır. Arda qollar Əlidən. 3-0 oldu hesab. Dubul etdi bu qolla Əli. Özünün ikinci komandasının 3-cü qoluna imza atır. Yenidən mərkəzdən hakimin fiti ilə top oyuna daxil edildi. Habil irəliyir. Qarşı kəsildi. Anar. Anar Seymur'un mübarizəsi var. Anar topa sahib olur. Anar Təmraz oynadı. Təmrazdan uzun ötürmə. Müdafiəçilər imkan vermədi. Fuat bu ötürmənin qarşısını kəsdi. Out. Sadiq out yeniyyəti Habil oynadı. Habil sol cantda Təmraz oynadı. Ara ötürməsi dəqiq alınmadı. Top qalkiper Elnur'a qədər gəlib çatır. Elnur'dan uzun ötürmə. Anar qarşılayır. Top onların nəzarətində meydana tərk etdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Habil. Ötürmə keçmədi. Əli zərbəsini indir. Əli! Top tora daxil olmuşdu mu? Vara baxılacaq. Vara baxılacaq. Vardan sonra qərar veriləcək. Oyun dayandıqdan sonra top xətti keçmişdi mi yoxsa yox? Top meydana tərk etdi. İndi vara mı daxil olunur? Vara baxılır. Vara baxıldı və vara baxıldıqdan sonra hakim mərkəzi göstərir. Qol qeydə alınır. Razı komandasının 4-cü qolu gəlir. 4-0 olur hesab bu qolla. Hakim mərkəzi göstərdi. Və hesab fərqi 4 top olur. Əli fərqləndi, əttirik etdi bu qolla Əli. Sağ altına ötürmə Habil. Təmraz oynuyor.
Eşən geri ötürmə dəqiqə almadı. Təmraz topladı. Anar da oynadı. Anar. Təmrazı düşündü amma bu ötürmə dəqiqə alınmadı. Və kimin də piti səsləndi. İlk hissə başa çatdı. İlk hissə 4-0 üstünü başa çatdı Razin komandasının. İkincisi də yenidən görüşmək ümidi ilə hələlik deyirəm. İkinci hissədən təşkildən hepinizi xoş gördük futbol sevərlər. İlk hissə Razin komandasının 4-0 üstünü ilə başa çatmışdı. İkinci hissədən yenidən iki komanda yataqları arzulayırıq. Həmid topladı. Zarlı oynuyor. Tək toxunuşda ötürməyə dəqiq olmadı. Zarlı topu uzaqlaşdırır. İndi Həmid. Sadiqdə qalır top. Həmidlə oynuyor. Yenidən sol canaha topladı. Böyük ağı topladı indi. Abi sağdan oynuyor. Qapı 9 zərbə gəlir. Az fərqlə top. Səsivədən yan keçdi. İkinci hissənin ilk təhlükəli epizodu. Bakı Şahinlər komandasından gəldi. Amma bu zərbə dəqiq alınmadı. Abi topladı. Qapı qarşısında ötürmə düşünür. Son anda Fuat imkan vermədi bu ötürmənin kesilməsinə. Out. Tez başlayırsın. Bırak qapıda işin yoxsa başlayırsın. Ara tələsirsən. Yenidən out. Bu dəfə Razi komandası outdan topu oyuna daxil edəcək. Uzun ötürmə gəldi. Bu ötürməyə dəqiq alınmadı. Top çizi gəldi Razi komandasından. Qapı 9 zərbə gəlir. Qüvvətli zərbə. Çərçivən üzərindən meydana tərk etdi. Buradan zərbə ilə top oyuna daxil edildi. Böyük ağa. Qarşısı kəsilir. Sadiq topladı. Yanında Abil oynadı. Amma Əli top indi Razi komandasına qalır. Geriyə ötürmə Fuat. Fuat Eşən oynadı. Oynadakı atışlı şkolun müəllifi də Eşən. Son toxunuş Sadiqdəndir. Out. Razi komandasının da meydanın özünə aid olan hissəsindən out yeni yetirir. Fuat paralel ötürmədir. Sol canaha. Eşən topladı indi. Yenidən sol canaha ötürmə gəlir. Qəmbər. Əli zərbəsi indirdi. Bu zərbəyə blok gəldi. Of qapçı. Azərdə qaldı. Azər top oyuna daxil etdi. Həmid sağ canaqda. Tümeti qapı qarşı ötürmə gəlir və gol! Top tordadır. Böyük ağa. 4 goldan birinin əvəzini çıxır. 4-1 oldu hesab bu golla. Vurdun! Topu götüreceksin sentra. Mərkəzdən top oyuna daxil edildi. Qalkiper Elnur ötürməsini etdi. Seymur sol zanaqda. Zabil oynuyor. Tək toxunuşu ötürmələr Əli. Həmid imkan vermədi. İndi sürəti ilə keçməyə çalışır rəqibini. Mümkün olmadı. Top Fuatda qalır. Sol zanaq ötürmə Zabil. Əli ilə oynadı. Əli qapı 9 zərbə indirdi. Son anda qalkiper dəf etdi bu zərbəni. Fuat sağ zanaq ötürmə. Seymur qarşısında Həmid var. Paralel ötürmə edir. Sol zanaq Fuatla oynadı. Top meydana saxlamaq mümkün olmadı Qəmbər tərəfindən. Out. Zaur out yeni yetirdi. Sadiq oynuyor. Sadiq paralel ötürmədir. Sol saha. Açıl. Həmid. Sadiq oynadı yenidən. Sadiq qapı 9 zərbə indirir. Blok gəldi bu zərbəyə. Out. Out indi yeni yetirilir. Sadiq Həmid oynadı. Abil irələmək mümkün olmur. Topu yenidən Abildə qalır. Geriyə çəkilir Abil. Biraz tez oynayır. Həmid istiqamətdə ötürmə. Həmid topu sinəsilə yaxşı ram edir. Böyük ağa ilə oynadı. Böyük ağanın zərbəsi. Qalkiper imkan vermədi. Altı qapı 9 zərbə gəlir Qalkiper. Topa sahib olur. Bu zərbəni dəf etməyi bacardı. Uzun ötürmə edir Əli istiqamətinə. Topu Əlidən meydana tərk etdi.
Qapıdan zərbə ilə top oyunu artıq daxil edilib. Həmid uzun məsafə zərbəsi indirdi. Qolkiper. Təkrar zərbə və gol! Arda qollar. Arda qollar. Bakı Şahinlər komandasından böyük ağa 4-2 etdi hesabı. Mərkəzdən top oyuna daxil edildi. Solcan ötürmə. Zərbə qapısı qalır top. On 7 hərəkətlilik qazandı. Seymur topladı. Seymur Solcan apardı ötürmə etdi. Qapı doğru zərbə gəlir top qapının üzərindən. Meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Həmid. Ara ötürməsi yaxşı anı Sadiq istiqamətinə. Sadiq qapı qarşı ötürmə. Təmraz. Fuat kəsdi onun qarşısına və hakim cərimə zərbəsini göstərir. Yox, sarı vərəqə ilə cəzalandı. O epizodda hakim avantaja buraxmışdı. O epizodda və sarı vərəqə göstərdi. Aylarım. Fit səsləndi. Qapı doğru zərbə gəlir. Qolkiper dəf etdi bu zərbəni. İndi 6-yə yetirdi Təmraz. Uzun məsafədən zərbəsini indirir. Qapı təkrar zərbə Sadiqdən top. Fuatdan meydanı tərk edir. Korner. Korner yerinə yetirildi. Top Habildən meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Razi komandası. Qapıdan zərbə ilə top oyuna daxil edəcəklər. Nurdan uzun ötürmə. Solcana dəqiq alınmadı. Hərəkətli yerinə yetirdiyi üçün altı indi. Razi komandası yerinə yetirəcək. Sağ altından ötürmə. Hələ onu gözləyirdi amma hakim tamam deyir. Qapıdan zərbə ilə indi. Top oyuna daxil ediləcək Azər tərəfindən. Zarıl oynadı. Zarıl yenidən Azər. Topu Zarıla qaytardı. Zarıl Habil oynayır. Top tisti gəldi. Şən topladı. Həmidə qarşı qayda pozulub bu epizodda. Həmid cərimə zərbəsi dərhal yetirdi. Təmraz oynayır. Təmraz sol cənabda Sadiqi görür. Sadiqin ötürməsi keçmədi. Out. Təmraz altı yeni yetirdi. Top meydanı tərk etdi birbaşa. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Zarıq başla zərbə gəldi. Habildən top qapının üzərindən meydanı tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Orada sıxmayın. Ötürmə. Qarşı kəsildi. Out. Qəmbər Eşən oynayır. Zavur kəsdi ötürmə qədər. Uzun məsafədən zərbə indirilir. Top qapının üzərinə meydanı tərk etdi. Buradan zərbə ilə top oyuna daxil edildi. Qapı doğru zərbə gəlir və gol! Eşən uzun məsafədən dəqiq zərbə ilə topu tola qovuşturdu. Tubul edir. Eşən bu qolla 5-2 oldu hesab. Mərkəzdən 17 hərəkətliyi qazandı. Tərmə zərbəsi indirdi Qolkiper. Və burada qapçıya qarşı qayda pozulub. Tərmə zərbəsi indirdi. Uzun ötürmə gəlir Fuatdan top. Qapçı ikənmədə.
Qalkiper də qaldı. Out Razi komandasınındır. Zabit altı yetirdi. Əli ilə oynadı. Əli Eşəni görür Eşən. Seymur zərbəsini indirdi və növbəti gol gəldi. Növbəti gol gəlir. Razi komandasından 6-2 oldu hesab. Bu golla saf fərqi 4 top olur. Şu arkada başla, şu senin elgi, rahat. Uzun ötürmə gəldi. Müdafiəçilər qarşılayır. Əldə qalır top. Əli. Topçusu gəldi. Böyükəl top komandasına qazandırdı. Təmiraz. Topu qarşısına ötürmə. Qalkiper 2 əmrdə topa sahib olmağı bacarır. Seymur istiqamətinə ötürməsini etdi. Seymur. Geriyə ötürmə. Topu qarşısına ötürmə gəldi. Top direkdən qayıdır. Direkdən qayıtdı top. Razi komandasının növbəti qoluna dirək mani olur. Altı yetirdi Nəriman. Geriyə ötürmə Zaur. İlk əmrə topa saxlaya bilmədi, amma sonradan topa sahibi oldu. Azər. Qalkiper o zürəliyi sürətlə. Ötürməsi keçmədi. Zabil qarşısını kəsib ötürmən out. Qayıt Azər, qayıt qapıya. Altı yetirdi Nəriman. Təmiraz oynayır. Təmiraz qapı doğru zərbə indirdi. Top çərçivədən yan keçir. Qapıdan zərbə ilə Elnur dərhal topu oyuna daxil etdi. Seymur oynadı. Out. Zabir altı yetirir. Elşən sol zatı eləməyə çalışır. Anar kəsdi onun qarşısını, topu komandasına qazandırdı. Əli. Elşən zərbəsini indirdi. Qalkiper bu dəfə. Bu zərbəni dəf etməyi bacardı. Böyükəğə sağ zahda Təmiraz oynayır. Təmiraz yenidən Böyükəğəni düşündü. Ötürmə keçmədi. Fuad imkan vermədi. Korner. Təmiraz indi altıya yetirdi. Qalkiper topu uzaqlaşdırır. Elşən. Anar var qarşısında. Döndü geriyə, ən geriyə qapçısı. Azər oynamışdı. Azər uzun ötürmə Nəriman istiqamətinə. Top qapçı Fuadda qalır. Hüsəm Enurda qaldı. Uzun ötürmə Anar qarşıladı. Seymur topa sahib olur. Əli ilə oynadı. Eşəni görür Eşən. Ötürməsi keçmədi. Əmid blok qoydu bu ötürməyə. Out. Sarı qədər cəzalandı bu epizodda Eşən. Məsafə vermədiyi üçün rəqibinə out yenildiyi zamanında altıya təmin zərbəsi indirir Qalkiper. Dəf etdi bu zərbəni. Yorulan Zabilə çıxsın. Əmidin ötürməsi. Top qapçı. Elnurda qaldı. O da Qəmpər oynuyor. Qəmpərdən paralel ötürmə gəlir sağ altına. Əli sol cana qaytarır topu indi. Zabil qarşısında Anar var. Yaxşı gördü mərkəzdə. Eşən qapısını keçə bilmədi. Azər topa sahib olur. Uzun ötürmə edir. Böyükəğa istiqamətinə. Böyükəğa topa sahib ola bilmədi. Topa ram edə bilmədi. Top meydanı tərk etdi. Qapıdan zərbə ilə Razi komandası top oyuna daxil etdi. Fuad. Fuaddan uzun ötürmə Nəriman qarşıladı. Əlidə qalır sonra Əli. Yenidən Əli topladı. Qəmbər. Gəlin köməyə də. Yanında Əli var. O da Əlini görür. Əli sağ altına ötürmə ikən qapı qarşı ötürmə gəlir və növbəti gol gəldi. Qəmbər fərqlənir. Bu golla 7-2 oldu hesab. 5 topda artıq fərq. Cır, qamcı mən.
Qəmbər topladı. Tüməsi kesmədi Həmid. O tümən qarşısını kəsdi top. Yenidən Razi komandası qapıya doğru zərbə gəldi. 2 həmlə də Azər topa sahib olur. Yanında Anar da oynadı. Arkada 2 nəfər, 3 nəfərsin. Solun başları, solun başları. Təmraz ötürməsi etdi. Qapıya doğru zərbə gəlir və Hadi topu götür. top tordadır. Sadiq fərqləndi. Komandasının 3-cü qoluna imza atır. 7-3 oldu hesab bu qolla. Mərkəzdən bu dəfə Razi komandası top oyuna daxil etdi. Fuat Əli ilə oynadı. Əli top meydanı tərk etmişdi. Out. Sadiq outdan top oyuna daxil etdi. Anar böyük ağa yenidən Sadiq. Təmraz oyunu qapı qarşı ötürmə gəldi. Qalkiper. Sadiqin zərbəsi bu dəfə çərçivəyə tuş gəlmədi Sadiq. Yaxşıdır Sadiq, yaxşıdır. Gəlin sentrə. Eşən geriyə çəkildi. Topa elədi, Eşəndədir. Təmraz topa toxunur. Out. Razi komandası. Outdan. Top oyuna daxil edir. Fuad. Fuad zərbəsini indirir. Top çərçivənin üzərindən. Meydanı tərk etdi. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. Böyük ağa sağ Təmrazı düşündü. Fuad kəsdi bu ötürmənin qarşısını. Top qalkiper. Azaya qədər gəlib çatmışdı. Sadiq topadı. Həmidlə oynayır. Həmid baxır qapıya. Sağ ötürməsini etdi Təmraz. Qapıya doğru zərbə gəlir qalkiper. Təkrar zərbə. Yenə də qalkiper. Dəf etdi bu zərbəni. Sadiqin zərbəsi qapçı. Qapısında diqqətlidir. Həmid Elməyə çalışır, qarşısı kəsildi. Qəmbər topu komandasına qazandırır. Həmid topu komandasına qazandırdı. Yenidən Həmid sağ zamə yedi. Qapı 9 zərbə indirdi. Elnur dəf etdi bu zərbəni də. Sadiq Anarla oynuyor. Anarın zərbəsi və gol! Top tordadır. Topu götür. Anar uzaq üçüncü altılığa dəqiq zərbə ilə topu tora qovuşturmağı bacarır. Mərkəzdən top oyuna yenidən daxil edildi. Razi komandası tərəfindən. Sağa ötürmə kesmədi Həmid. Topu qazanır. Təmraz oynuyor. Sağa çəkdi. Ötürməsini etdi. Böyük ağa. Qapı 9 zərbə indirdi. Az fərqlə top direğin dibindən meydanı tərk edir. Və korner. Həmid korner yeni itirdi. Sadiq oynadı. Sadiq paralel ötürmə gəlir. Sağ Təmraz. Top Təmrazla meydana tərk etdi. Out. Out yeni yetirildi. Fuat topladı. Sadiq tərcih göstərirdi. Top Sadiqdən meydana tərk etdi. Out. Fuat out yeni yetirdi. Yenidən Fuat. Tez ver, tez ver. Həmid sol zatı yaxşı gördü Böyük ağanı. Böyük ağa zərbəsini indirir. Son toxunuş. Qalkiperdən də səhv etmirəmsə yox. Qapıdan zərbə. Qapıdan zərbə topuya daxil edildi. Həmid uzun məsafədən zərbəsini indirir. Dəqiq alınmadı bu zərbə. Biraz sentrə gəlir. Qaçdı. Uzun ötürmə edir Seymur istiqamətindən. Top meydanı tərk etdi. Out. Out yeni yetirildi. Sadiq. Yorulan var zəminə çıxsın. Razi komandası outdan artıq topu daxil edib Təmraz. Yanında Sadiq oynadı. Sadiq gəlməyə çalışır. Sadiq. Qapı doğru zərbə indirir Sadiq amma
Sərsiviyə tuş gəlmir onun bu zərbəsi. Uzun ötürmə edir indi. Qalkiper. Seymur qapısını kesməyə çalışdı. Mümkün olmur. Top yenidən Seymurda qalır. Ötürməsini də Əmid qarşısını kəsdi. Out. Kaçtı bura. Bu kaya kaçtı. Doğru zərbə gəlir Qalkiper. Təkrar zərbə bu dəfə də. Dirək qola mane olur. Reksuma tutmağa çalışır. Bakı Şahinlər komandası. Ötürmə oyunda saxlamaq mümkün olur. Doğru zərbə gəlir və gol! Top tordadır. Top tordadır. Böyük ağa fərqləndi. Böyük ağa fərqlənir. Abi gir. 7-5 oldu hesab. 2 top enir fərq. Davay. Çito. Mərkəzdən top oyuna daxil edildi indi. Çito. Uzun ötürmə gəlir. Anar qarşıladı. Ötürmə keçmədi. Seymur topladı. İndi Eşən oynadı. Eşən. Əli istiqamətdə ötürmə. Eşənə qalır. Eşən zərbəsi indirdi. Bu zərbə dəqiq alınmadı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Həmid. Anar oynayır. Anar zərbəsi indirdi. Qalkiper. Dəf etdi bu zərbəni. Korner. Abi yine korner yerini yetirdi. Anar istiqamətini ötürməyə Anar. Qarşısında Əli var. Abi düşündü ötürmə qarşı kəsir. Həmid zərbəni indirir. Yaxşıdır amma tələsmə. Bu zərbə dəqiq alınmadı. Gəlin. Qapıdan zərbə olacaq. Oyunun bitimindən son 3 dəqiqə qalıb. Ən azı bir xal üçün 2 top lazımdır. Şahinlər komandasına. Ötürmə. Eşəndə qaldı top. Eşən. Əli də oynadı. Əli baxdı qapıya. Ötürməsi etdi. Qapı 9 zərbə gəlmə gol. Bu gol artıq. Oyunun talihi həll oldu deyə bilərik. Seymur komandasının 8-ci qoluna imza atır. 8-5 oldu hesab. Oynayın. Yok. Çəkir də birisi ki çəkir. Zabit faal oynadı. Döndü qapısına. Uzun ötürmə gəldi. Bu ötürmə dəqiq alınmadı. Qapıdan altına top oyuna daxil edilib. Out. Razı komandası ilə altdan top oyuna daxil edəcək. Uzun ötürmə gəldi qapı qarşısında top qapısı. Azərdə qaldı. Sadiq arı ötürməsi Qalkiper. Vaxtında qapısını tərk topu uzaqlaşdırmağı bacardı. Top meydana tərk etdi. Out Razı komandasının da. Eşən indi altdan top oyuna daxil edir. Fuadla oynayır. Sürməsə keçmədi Sadiq. Bu ötürmənin qarşısını kəsdi. Out. Yenidən yeni yetirildi. Seymur. Eşənə düşündü. Anar imkan vermədi topun Eşənə satılmasına. Top qapısı Azərdə qalır. Azərdən uzun ötürmə gəlir. Abi istiqamətinə amma müdafiəçilər imkan vermədi top. Zabirdə də hazırda. Ötürməsə dəqiq alınmadı. Anlaşılmazlıq yaşandı Razı komandasının oyuncularında. Habil. Qarşısı kəsilir. Qapıdan zərbə. Uzun ötürmə. Qarşısı kəsildi. Out. Həmid out'u yeni yetirdi. Qapı doğrusu zərbə gəldi. Qalkiper. Zərbəni dəf etdi. Sol cinahdan indi meydana rəqibə aid olan hissəsindən. Bakı Şahinlər komandası out'u yeni yetirir. Çəkdi sağına zərbəsini indirir. Qalkiper. 2 əmrələ topa sahib olmağı bacardı. Ötürməyə dəqiq alınmadı. Və hakimin də final fiti səsləndiyi maç başa çatır.
Razi komandası 8-5 hesabı ilə qələbə qazandı. Təbrik edir Razi komandasına. Növbəti oyunlarda iki komandaya da uğurlar arzulayırıq biz də. Röportajını yekunlaşdırır. Növbəti oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.